Əziz dostlarımız, biz indi qardaş Türkiyəmizdə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərilməsi üçün Salyan şosesi 22-də Lökbatan qəsəbəsində agroterminalda qardaşlıq köməyinin yaratdığı yardım deməli məntəqəsindəyik. Zəlzələnin ilk günündə bizim burada gördüyümüz dəyərli insanlarımız belə bir o dədələrimizin ənənəsinə sadiq qalaraq qardaş köməyini yaradıblar və yardımlar buradan toplanaraq qardaş Türkiyəmizə çox yüksək səviyyədə çatdırılması üçün bütün işlər görülür. Biz sizdən çox xahiş edirik. Yardımlarımız bitməməlidir. Yardımlarımız bundan sonra daha da artmalıdır. Çünki orada əziyyət çəkən, soyuqda qalan, evsiz qalan, ac qalan bizim insanımızdır. Və necə ki, qardaş Türkiyəmiz hər zaman Türk millətinin yanında olub, bizim də hamımızın vəzifəmizdir ki, bu günlərdə qardaş Türkiyəmizin, oradakı insanlarımızın yanında olaq. Ona görə ehtiyacların siyahısı hər gün dəyişir. Əvvəlki günlərdə daha çox isti geyimlərə ehtiyac var idi. Amma indi AFAD'ın siyahısına görə bu ehtiyac siyahısı dəyişir. İndi daha çox ehtiyac olunan şey çadırlardır. Ehtiyac olunan şey isidici alətlərdir. Ehtiyac duyulan şey çadırların üçün xalça kimi isti materiallardır. Uşaq yeməkləridir, qida məhsullarıdır, uşaq bezləridir. Yəni bu kimi şeylərə çox ehtiyac var. Ona görə necə? Təmizləyici vasitələrə çox ehtiyac var. Sonra xəstələrin silinməsi üçün o bezlər deyirlər, islah bezlər, onlara çox ehtiyac var. Yəni o siyahıya tez-tez baxın, amma məhsulları elə şeyləri biz yardıma gətirək ki, daha çox, onlara daha çox ehtiyac var və onlar çatışmır. Ona görə imkanı olan hər kəsdən xahiş edirik, dəstəyimizi artıraq. Mən dəstək göstərən hər insanımıza təşəkkür edirəm. Dəstəyin azı çoxu yoxdur. Əsas odur ki, bizim bu birlik dəstək ruhumuz olsun. Amma imkanlı insanlara özəlliklə özümü tuturam ki, bu günlərdə gəlib keçəcək. Amma vicdanımız həmişə ölənə qədər bizimlə olacaq. O bizdən soruşacaq. O günlərdə sən nə edirdin? Vaxt var idi, nənələrimiz üzüklərini satıblar. O ağır günlərdə o dəstək üçün. Ona görə gəlin daha çox dəstəyimizi edək. Bax, burada Lökbatanda bir daha vurğulayıram. Salyan şosesi 22-də agroterminalda qardaş yardımı köməyi burada yüksək səviyyədə qəbul edilir, toparlanılır. Həmən ya təyyarə ilə, qatarla, belə deyək, tırlarla mütləq o yerlərə çatdırılır. Ona görə bu dəstəyimizi gətirin, bura təhvil verin. Xahiş edirik, kimin gücü nəyə çatırsa, amma ehtiyacı olan məhsullarla və hələ bizim dəstəyimizə uzun müddət ehtiyac olacaq. Ona görə hamımız gücümüz nəyə çatır. Bir daha dəvət edirəm, gəlin bu dəstəyimizi artıraq. Amma sadəcə Azərbaycanda yox, məni izləyən sosial şəbəkələr üzərində dünyanın hər yerində yaşayan soydaşlarımıza, imkanlı insanlarımıza, Türk dünyasının hər yerindən bizi dinləyən insanlarımıza da bu müraciəti edirik. Mən Türk dünyasından zəng edən dostlara deyirəm, yardımlarınızı aparın ölkənizdəki Türkiyənin səfirliyinə, baş konsulluğuna çatdırın. Onlar mütləq onun çatdırılma yollarını biləcəklər. AFAD'ın hesabları var, oraya pul köçürə bilərsiniz. Türkiyə səfirlikləri ölkələrində, fəaliyyət göstərdikləri ölkələrdə, elə Azərbaycanımızda da hesab açıblar ki, bir adam deməsin mənim 5 manatım, 10 manatım nəyi dəyişəcək? Milyonların 10 manatları görün hansı rəqəmlərə çevrilə bilər. Ona görə səfirliklərin açdığı, Türkiyə səfirliyinin açdığı hesab vasitəsilə maddi yardım da edə bilərsiniz. Amma o böyük dəstəklərinizi, digər bütün dəstəklərinizi də buradan gətirib bu məhsullarla edə bilərsiniz. Gəlin birliyimizi bütün dünyaya göstərək ki, Türk milləti nə qədər birlik, bərabərlik dayanışma içərisindədir. Hər birinizi yardıma çağırır.